Dünən Mariş Girovun oynayan bir məşqçi var, köməkçi məşqçidir. Qurban Qurbanovdan xahiş edib 10 gün Qurban Qurbanov bazan qapılarını açıb. Gəl bizim məşqlərə bax. Deyirəm necə idi? Deyir, sadəcə gəlib görmək lazımdır. Deyirəm məsələn də nə gördün? Deyir, birincisi intizam. Hər kəs işinin başında, hamı çalışmalı ki, öz işini görsün. Birincisi də deyir Qurban Qurbanov. Ən birinci gəl bazı, ən sonuncu çıxır. Gündəlik iş rejimi 8-10 saat arası dəyişir günə görə. Deyir, söhbət edirik. Deyirəm ki, Qurban, mən bəs nə eləmək istəyirsiniz? Deyir, Flikin yanına getmək istəyirəm, Barcelona vaxt tapa bilmirəm. Amma bu həmin ərəfədir ki, Qarabağ həftəlik 2 oyun oynayırdı. Həm Avropa, həm də çempionat oyunları. Deyirəm ki, Qurban, mən niyə getmək istəyirsiniz, nə istəyirsiniz? Deyir, mənə yeni hücumla, mövqe hücumla, yeni opsiya lazımdır, yeni rəngarənglik lazımdır. Artıq bizim bəlli gedişlərimiz var, rəqiblər təhlil edə bilir Avropada. Barcelona deyir, mən görürəm onu. İstəyirəm məşqdə görüm ki, Flik necə işləyir bunların üzərində. Komandanın hansı komponentləri işləyir ki, bu qədər maraqlı hücumlar təşkil edə bilir. Deyirəm, o vaxt tapa bilmirəm. Sonra deyir, məsələn, Qarabağ deyir, hər məşqdən əvvəl mütləq 1 saat 20 dəqiqə fitnessdə işləyirlər bütün komanda. Hər gündə fərqli əzələ qruplarına işləyirlər. Meydana çıxanda artıq futbolçular hazırdılar. Zədə almaq ehtimalları minimuma enir. Və bu məşqləri də Çudamir Çakarov necə öyrənir? Dünya üzrə ən məşhur fitness məşqçisi var. Bütün futbol klublarının fizikal uzun məşqçiləri həmin insanla məsləhətləşdilər. Onun bir webinarı, onun 1 saatlıq webinarına qoşulmaq 20.000 avrodur. Qarabağ pul verir, Çudamir Çakarov və onun digər köməkçisi Balqa otururlar və tez-tez də yenilənir. Hər yeniliyi izləməyə çalışırsa, müasir futbolda nə trend var, onu izləməyə çalışırlar. Hər gün futbolçulardan hər gün CD analizi götürülür. Bilsən niyə görə? Bədəndəki suyun səviyyəsini müəyyənləşdirmək üçün. Sonra WhatsApp qrupa yazılır. Səndə göstəricilər aşağıdır. Evdə çox su içməlisən. Çünki suyu çox nə qədər içsən, zədə almaq ehtimalın o qədər aşağı düşür, minimuma düşür. Hər şey planlıdır. Məsələn, mən əminəm ki, diyetolog, o da məsələn, öz sahəsində dünyada, Barcelona, Inter'dən deyək ki, Manchester United City nə inirlərsə, o da onları izləməyə çalışır. Ona görə Qarabağ bu dəqiqə bu səviyyədədir. Ona görə bu dəqiqə Avropada məsələn çalışır ki, klublarla öz imkanlarına, büdcəsinə görə ayaqlaşsın, bəzən onları üstələyir. Hamı orada Qurban Qurbanovun başda olmaqla inkişafa nail olmağa çalışırlar, müasir trendləri izləyirlər.